Hər vaxtınız xeyir dostlar. Söz verdiyimiz kimi yeni bir layihəyə başladıq və bu layihədə artıq ikinci bölümdəyik. Bugünkü danışacağımız mövzu ərazi seçiminin önəmi. Biraz uzun çəkəcək. Niyə? Çünki ərazi seçiminin önəmidir, ərazi seçimidir. Bunun bağlamında 4 bölüm düşün. Yəni belə qısa deyək, bir insan bir işə başlayanda əgər bir nəticə əldə etmək istəyirsə, əslində ilk başladığı motivasiya ilə işinin 50%-ni görə bilər. Necə olur bu? Dəyərli dostlar, deyək ki, siz ərazi seçimi etməyibsiniz. Əvvəlcə buradan başlayaq. Sənin burada ən önəmli mövzu fokusun itir. Deyək ki, sən yeni bu işə başlayıbsan. Bu işə başlayarkən artıq sənin qabağına bir baza qoyublar. Deyirlər ki, bunlara zəng vur, yeri gələndə get çək, onlarla isti kontaktda ol. Bəzən heç bunu da demirlər. Niyə demirlər? Sadəcə olaraq insan qabağına bir baza qoyurlar. Bunlarla danış, şəkillərini sənə atsınlar və sən elanda paylaş. Bu belə olduqda şablonik bir format alır və nəticəsi çox zəif olan bir formatdır əslində bu. Və sənin ərazi seçimin yoxdursa, sənin fokusun burada etmiş olur. Sən deyək ki, başlayırsan, sənin qabağına gəldi. İlk Əhmədlidən 3 otaqlı, köhnə tikili, neçə minə bir ev. Sən birincisi qiymət haqqında məlumatın yoxdur. Danışırsan və onu başlayırsan elana qoymağa. Və deyək elmlərdən, gənclikdən, nizamidən arada bir bağ evdə salırsan, bir yerdən icarəyə yer qoyursan və bu bir başlamış olur. Sənin 10, 20, 30, hətta bəzi yerlərdə çox qəşəng elan sayı da verirlər və səndən də günlük tələb edirlər. Günlük sən 5 dənə elan vurmalısan deyə şərtlər var, 3 dənə ən azı elan vurmalısan deyə şərtlər var. Elanların məsələsi, say məsələsi olmadığında inşallah bu videolarda izah edəcəm. Və sən artıq çəkiliş də etməyə başlayıbsan. Əhmədliyə gedirsən, evini çəkirsən, sonra elmlərə gedirsən, evi çəkirsən, Nizamiyə gedirsən, evi çəkməyə başlayırsan. Bu məsələ bilirsiniz necə olur? Sənin o istədiyim enerji məsələn var. Sən artıq yorulursan. Əslində bir insan bir evi göstərməyə, biz ona pakaz deyirik, bunu əmlakçılar yaxşı bilir. Sən bir pakaza getdiyin zaman sənin enerjinin bir hissəsi, çox hissəsi gedir demək olar. Bəzən sən işlədiyin ərazidən uzaqda, deyək ki, sənin ofisin Əhmədlidədir, sən elmlər işlədiyin zaman artıq sənin ora gediş, gəlişin sənin üçün çətin olur. Bunu da işləmək olar. İnşallah bunun da qaydaları var, bunun da üsulları var, bunu da danışacağıq. Və sən getdin Əhmədlidən elmlərə, təklif elədin, gəldin. Sənin müəyyən bir enerjin gedir və qiymətini bilmədiyin bir ərazidə, yeni başladığın bir ərazidə, qarışıq başladığın bir ərazidə artıq sənin enerjin boşuna getməyə başlayır. Bəzi hallarda İnsanları nə anladır? Bu xətanın içinə mən özüm də düşmüşəm. Yəni bu birinci öz etdiyim xətalar üzərindəki təcrübəm üçün mən danışıram. Qırağın, bucağın etdiyi xətalardan mən danışmıram. Sən qiymət analizi edə bilmirsən. Məsələn, hər yerdən 3-4 evin var, sənin qiymət analizi edə bilmirsən. Misal, bir yerdə bahalı evdir, bəlkə də vurubsan, deyirsən, ev gözəldir. Amma evi elanı paylaşırsan, amma misal baxanda görürsən ki, biraz analiz edəndən sonra görürsən ki, yox, əslində bu evin qiyməti bu deyilmiş. Mən sadəcə vaxtımı boşuna aparmışam. Və bu məsələlərdən biridir. Sonraki məsələ, misal, sənə zəng gəlir, deyək ki, o ev paylaşdığı evlərdən birinin qiyməti yaxşı oldu və sənə zəng gəlməyə başladı. Sənə zəng gəldiyi zaman sən nə edirsən, gedirsən, evi göstərirsən həvəslə. Evə göstərməyə gedəndə səndən avtomatik olaraq belə bir sual verirlər, haqlı olaraq. Misal, 2 otaqlı bir evdir. Qardaş, sən bu əraziyə baxırsan, sənin başqa evlərin varmı? Məsələn, varsa, gedək baxaq. Sən artıq burada ləngərləməyə başlayırsan. Sən niyə ləngərləyirsən? Ona görə ki, sənin burada alternativ evin yoxdur. Yəni, sənin alternativ evin olmadığı üçün sən artıq müştərinin yanında belə deyək, 5-0 geridə olmuş olsan əslində. Düzgün bir ərazi seçdiyin zaman
Nə olmuş olur? Misal sənə o gələn müştərini artıq sən gəzdirmiş olursan. Belə bizim işimiz paylaşma işidir. Sənin müxtəlif yerlərdə, müxtəlif ərazilərdə evin olduğu üçün, sən bir ərazini yaxşı tanımadığın üçün, o ərazidə olan, bu işin əhli olan, bu işdə paslaşa biləcəyin, sənin onu yönləndirə biləcəyin yoldaşlar olmayacaq. Ətrafında tanıdığın və yaxud da ki, sabahlarım bu ərazidən sənin xəbərin yoxdur. Səni aldada biləcək potensialda hər hansı bir insan verəcəndə sən onu tanımamış olursan. Sonra başımıza gələn bir hadisədən danışım. Misal, bəzən də olur, misal, heç çəkiliş etməyibsən, heç getməyibsən, sadəcə A adlı yeri işləyirsən. Sən bu ərazini tanımırsan. Misal, hansı blokdadır? O blokun girişi, çıxışı hardadır, sən onu bilmirsən. Və bunu mən öz azı təcrübəmlə deyim ki, çox uzaqda deyil. Sadəcə bir 5-6 ay öncə belə bu hadisəni yaşadıq. Bir yeni tikilən bina idi. Mənə dedilər ki, orada belə bir ev var. Satışdadır, işləyə bilərsənmi? Dedim, problem deyil. Təxmini məlumatları topladıq və elana vurduq, paylaşdıq. Və həmin harasa bir 4-5 gün sonra zəng gəldi. Zəng gəldi, artıq mən müştəri ilə görüşməliyəm. Getdim, təxmini bilirdim o layihənin, o binanın yerini. Getdik, axırcı bir taksi ilə tapdıq oranı. Tapdıqdan sonra indi binanın girişini axtarıram. Müştəri orada gözləyir, amma mən binanın girişini axtarıram. 15 dəqiqə orada mənim vaxtım getdi. İkinci, burada artıq geridəsən. Hava da sərin hava idi, küləkli hava idi. Tikinti olan bir ərazi. Bakının küləyindən hamımızın xəbəri var. Bakıda olan bu küləkdən, yəni orada da nəsibimizi alırdıq o tozdan. Sonra bununla da qalmadı. İndi həmin blokun giriş söhbəti var. 2 blokdur yan-yana. O bloklardan giriş bir tərəfdədir. Müştərini orada mən hardasa bir 15 dəqiqədə gəzdirdim. Və burada da müştəri haqlı olaraq mənə deyinməyə başladı. Sonra artıq nə elədik? Getdik, ona oxşayan başqa bir mənzil vardı. Ona baxdılar. Təbii ki, onların fikri nə idi mənə qarşı? Mənfi idi. Mən də olsam, sən də olsa, başqası da olsa, bu haqda mənfi şəkarlıqdan kənar bir hərəkət olmuş olur. Dəyərli dostlar, onun üçün ərazi seçiminin önəmi odur. Ərazi seçimində sən bölgəyə hakim olursan. Bölgənin məktəbi harda yerləşirsən, onu bilirsən. Bölgənin bağçası harda yerləşir, kafeleri, restoranları hardadır, orada hansı məşhur yerlər var, sən bilirsən. Sən bölgəyə hakim olduğun zaman, orada hansı binalar tikilir, sən onu bilirsən. Sən bölgəyə hakim olduğun zaman, o binalarda hansı problem var, sən onu bilirsən. Sən bölgəyə hakim olduğun zaman, sənin qiymətlərdən xəbərin olur. Yeni tikilən binasından tutmuş köhnə tikilisinə qədər sənin o haqda bir fikrin olmuş olur. Amma sən bölgəyə hakim olmadığın zaman müştərinin qarşısında belə bir hallarda yaşaya bilirsən. Misal, ola bilər çox gözəl bir evin var, amma alternativin yoxdur. O müştəri o qiymətə fərqli evlər də axtara bilər. Bəzən hər girilən ev görünüşdə sənin xoşuna gələ bilər, amma müştəri üçün bir nüans ola bilər ki, o bəyənməmiş ola bilər. Onun alternativində fərqli bir şey axtarmış ola bilər. Ona görə ərazi seçiminin önəmi onunla bağlıdır. Yəni biz ərazi seçimini etmədiyimiz zaman, düzgün şəkildə etmədiyimiz zaman bu tipli şeylər yaşaya bilirik. Ərazi seçiminlə bağlı, ərazi seçimindəki önəmlə bağlı danışacağım bu qədər, dəyərli dostlar. Ümid edirəm ki, faydalı oldu. Bəyənək, rəy yazaq, hətta sorğu belə ünvanlaya bilərsiniz. Mən ondan qaçmıram. Mən də bu işin hələ öyrənəniyəm. Sadəcə də burada təcrübəmi paylaşa bilirəm. Mən də bu işin əhli olan, bu işdə illərini xərcləyən, bu işdə təcrübəsi olan insanlarla məsləhətləşməkdən heç vaxt qaçmıram. Onlarla məsləhətləşirəm tez-tez. Hətta yeni olar, iş təcrübəsi müəyyən olar, onlardan belə məsləhətimizi ala bilərik. Bu işin ən önəmli mövzularından birisi budur. Ona görə dəyərli dostlar, bəyənək, rəy yazaq, suallarınızı verə bilərsiniz. Qayd edin, növbəti bölümdə ərazini necə seçməliyik, hansı ərazini seçməliyik, bizə uyğun ərazi hansıdır, onun haqqında danışacağıq. Təşəkkür edirəm, sağ olun.